Bu məktəb 1 aprel 2024-cü ildən təmirə dayanıb. Elə həmin dövrdən də məktəbin şagirdləri ötən tədris ilində 4, 2025-2026-cı tədris ilində isə 3 müxtəlif fərqli təhsil müəssisələrində təhsillərini davam etdirir. Söhbət 1600 nəfər şagirdin təhsil aldığı Şəmkir şəhər Cahangir Rüstəmov adına məktəbdən gedir. Müxtəlif məktəb binalarında təhsil alan şagirdlərin bəziləri şəraitsiz binalarda, bəziləri isə şəraitli binalarda təhsillərini davam etdirsələr də, lakin məkana uyğun olaraq şagirdlərin daşınmasında, müəllimlərin 3 fərqli məktəb binasında öz fənlərini tədris etmələrində bir sıra çətinliklər yaranır. Məktəbin müəllim və şagirdlərinin ən böyük arzusu isə öz doğma məktəblərində təhsillərini davam etdirmələridir. Məktəbimiz bildiyiniz kimi 2024-cü ilin 1 aprelindən əsaslı təmirə dayandırılmışdır. Hal-hazırda məktəbdə 1658 nəfər şagird təhsil alır ki, onların təlim tərbiyəsi ilə 118 nəfər müəllim məşğul olur. Şagirdlərimiz çox təəssüf hissi ilə bildirirəm ki, 3 fərqli məktəb binasında təhsillərini davam etdirirlər. Bunlardan biri Məhəmməd Füzuli adına məktəb, digər 43 sinifimiz günorta növbəsində, 12 sinifimiz səhər növbəsində olmaqla Məhəmməd Füzuli adına şəhər tam orta məktəbində, digər 7 sinifimiz Peşə məktəbinin, Peşə liseyinin yaşayış binasında, 8 sinifimiz isə Kəlbəcər məktəbinin, modul tipli Kəlbəcər məktəbində təhsillərini davam etdirirlər. Bax, bu hansı çətinliklər yaradır? Bax, burada nəzarətə nə kimi çətinliklər olur? Fərqli yerlərdədir, məsafə də uzaqdır. Bax, ümumiyyətlə bir məktəb rəhbəri kimi necə nəzarət edə bilirsiniz? Təbii ki, bir məktəb binasında olmaması bütün şagirdlərin işimizdə biraz çətinlik yaradır. Amma təbii ki, vəzifə bölgüsünə əsasən biz hər binada fərqli müavinlər nəzarət etdiyi üçün tədrisin pozulmasına heç bir təsir göstərmir bu. Yeganə çətinliyimiz yaşayış binasında məcburi köçkünlərin yaşaması ilə əlaqədar olaraq məktəb bildiyiniz kimi 1972-ci ildə tikilmiş, o dövrdən bu vaxta qədər əsaslı təmir olmamışdır deyə, hazırda da yaşayış olduğuna görə biraz oranın şəraiti çox əlverişsizdir, amma bu bizim tədrisin tamlığının pozulmasına gətirib çıxarmır. Bu bizi çox fərəhləndirdi ki, bizim məktəbimiz təmir olunacaqdır, uzun müddət pis vəziyyətdə idi və ümidlə inanırıq ki, təmir tezliklə başa çatacaqdır və biz öz məktəbimizdə təhsilimi davam etdirəcəyik. Burada çətinliklər bir çox şeydədir. Məsəl üçün, informatika dərsini keçə bilmirik. Elə bil ki, biz köhnə məktəbimizdə kompüterlərə var idi deyə rəqəmsal bacarıqlar keçirdik. O daha həm maraqlı idi və daha yaxşı idi. Burada o kompüterlərimiz olmadığına görə kitab üzrə keçirik. Çox istəyirik ki, öz məktəbimizə qaydaq. Qeyd edək ki, biz hal-hazırda 1296 şagird yerli Cahangir Rüstəmov adına Şəmkir şəhər tam orta ümumi məktəbinin əsaslı təmirindən bağlı çəkilişdəyik. Təəssüflər olsun ki, artıq bir neçə dəfə biz bu məktəbdə olsaq da, yəni təmir işlərinin gedilməməsindən bağlı, təmirin dayanması ilə bağlı suretlər hazırlamışdıq, çəkilişlər etmişdik və bu dəfə də gəldik. Yəni çox pərakəndə bir formada, yəni təmir işlərinin aparıldığının şahidi olduq və burada çəkiliş apardığımız zaman iş icraçısı axtardıq və çölə çıxanda bir nəfər yaxınlaşdı və özünü mühəndis kimi təqdim etsə də çox təəssüflər olsun ki, o şəxs də məlumat verməkdən, tikintinin gedişatı ilə bağlı informasiya verməkdən imtina etdi. Məsələyə Qazax Tovuz Regional Təhsil İdarəsindən də şifahi olaraq açıqlama gəlib və bildirilib ki, Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil binalarının tikintisi və mövcud binaların əsaslı təmiri əsas prioritetlərdəndir. Sorğuya cavab olaraq isə məlumat verilib ki, adı gedən ümumi təhsil məktəb binasında əsaslı təmir işləri davam edir. Podaratçı şirkətlər dəyişdiyinə görə işlərin gedişatında müəyyən ləngimə olub. Şagirdlər isə yuxarıda adı çəkilən məktəb binalarında təlim-tədrisə cəlb edilib. Proses fasiləsiz olaraq davam edir. Kamran Əskiparalı, İbrahim Qasımov, Səs TV Xəbər, Şəmkir.